Uşaq vaxtı gəzdiyimiz bu gözəl yollarda indi 10 yaşında, 13 yaşında çıxmışıq da bu kənddən. Mən çıxanda 13 yaşım olub. İndi də 46 yaşında gəl. İdarənin qabağında gəz. Allah rəhmət eləsin. Salih müəllimə musiqi məktəbimiz. Burada gözəl səslər, musiqilər, müəllimlər dərs keçirdi. Bunun böyründən də aralıqdan yolu vardı. Buradan keçib, çəkilliklə gedib, çıxıb gedirdi evimizə. Bu da musiqi məktəbinin böyründə o tərəfdə Namiqgilin rəhmətliyin sexləri var idi. Buradan da garajın qapısı idi. Buradan girirdin içəri. İdarənin maşınları saxlayırdı. Məktəbimizin elə bu yol ağaclarından qalır hələ bir də meşə yasəməni, alkasiya deyilib bitib. Məktəbimizin tikillərindən də görsənir. Heyf səndən gözəl məktəbim. Of. Bu üzü Keşdazlıya gedən yoldur. Heyf. Meşə yasəmənliyi yine gözəl gəlir. Allah rəhmət eləsin kəndimizin şəhidi Marif qardaşımıza. Bu da bax bu yerdə onun balaca bir yer düzəltmişdi. Burada balaca uşaqları tir atmağı öyrədirdi. Bu xatirələri xatırladıqca hər dəfə bura gəldikcə sanki uşaqlaşırsan. Sanki balacalaşırsan bir. Nə bilim. Gözəl xatirədir. Bir tərəfdən də adam pis olur, dağıldığına, belə bir an qaldığına. Bax, bu məktəbimizin yolkaları elə burada dözüb qalıb. Allah erməni yemin nəhlət eləsin. İdarəmizin qabağı, gözəl kəndimiz, elimiz, obamız, bugünkü günü də burada keçirdik.